Təvəssül nədir və necə olmalıdır? Elhamdülillah. Təvəssül lüğəti mənada yaxınlaşmaq demək, təqarrub. Və başqasının vasitəsilə yaxınlaşmaq. Bir səbəblə yaxınlaşmaq. İşi həll eləmək üçün, nəyəsə qəbul olunmaq üçün və s. İslamda var təvəssül. Allah Subhanahu taala buyurur ki: "Vəbtəğu ileyhil vəsilə." Maide surəsində olmalıdır. Yəni Allah Subhanahu taala buyurur ki, "Əl-əyə, mənə vasitələ yaxınlaş, vəsilənə, təvəssüllə." Lakin biz inkar eləməyirik təvəssülü mütləq şəkildə. Bizim inkar etdiyimiz insanlar özlərindən çıxardan təvəssüllərdir. Özlərindən çıxanlar təvəssüllərdir. Ona görə var təvəssül hansı ki icazəlidir, şəriətlə. Məsələn, öz salih əməllərinlə. Hansı belə Allah rızası iş görmüsən, deyirsən ki, ya Rabbi, mən bu hansı işi sən rizanın üçün gördüm, səndən razılıq almaq üçün, razılığını qazanmaq üçün. Bu işdə mənə kömək ol. Bu cür olar. Və ya məsələn, tutaq ki, Allahın adları ilə, ya Rahman, ya Rahim, ya Xaliq, mənə məsələn, tutaq ki, övlad ver, ya məsələn, tutaq ki, mənə bu işimi həll et. Bu cür olar. Və ya məsələn, diri adamına deyirsən ki, qardaşım, mənim üçün dua eləyərsən. Dua eləyərsən. Eyb etməz belə. O şeylərdə ki, insanlar qadirdir ona. Amma o şeylərdə ki, qadir deyil, yalnız Allah'a qadirdir. O şeylər də diri adamdan istəmək olmaz. O ki, qaldı ölü. Lakin sual verirlər ki, ölülə olar, o ölü olmaz. Ölmüş adamla olmaz təvəssül eləmək. Nə üçün sələf eləməyib təvəssül? Ölü ilə. Peyğəmbər sallallahu aleyhi ve sellem deməyib ki, ölü ilə təvəssül eləməyib. Aydın qardaşlar, qısa, xulası budur təvəssül. Təvəssül var, lakin var icazəli, var qadağan. Ona görə təvəssül yanında baxmaq lazımdır, hansıdır icazəli, hansı ki qadağan. Problem nədədir qardaşlar? İnsanlar çoxsu özlərindən obyektlər çıxardıblar. Bəzi ağıllılar çıxır, müəyyən qəribə fikirlər söyləyirlər və onları, insanları təşviq edirlər ki, onlarla da təvəssül olar. Olmaz elə, olmaz. Təvəssül də ibadətin bir növüdür. Olmaz. Aydındır? Bəli.